Sizler üçün tam olaraq 3 mərtəbə bir villanın təqdimatındayıq. 4 sotda, dəyərli müştərilərim, 4 sotda tam olaraq 3 mərtəbə, tam təmir, gir yaşat bir ev. Sənədimiz 2004 bələdiyyədir. 2004 bələdiyyə. Tam olaraq çıxarışa gedən bir sənəddir. Kanalizasiya sistemi, bütün sayğaclar, hamısı var. Həyətində qaraj açıb təqdim eləməyəcək təbii ki. İkinci bir otaq həyətdə, istəsəz ofis kimi, istəsəz yay mətbəxi kimi istifadə edə bilərsiniz. Çox rahatlıqla 4 sotda bağlı bağçalı, zəhmət olmasa göstərək. Bir 3 mərtəbə möhtəşəm bir evin təqdimatındayıq. İndi isə dəyərli müştərilər, gəlin sizi evin içi ilə tanış edək. Dəyərli müştərilərimiz, birinci mərtəbəni sizə təqdim edirəm. Hündürlüyümüz 3.30, konkret olaraq 3 metr 30 sm. Girişdə belə bizi bir acilli sanitar qovşağı gözləyir. Ondan əlavə olaraq tamam sanuzel, və 6.80-ın 5.20-yə bir yataq otağı da zal kimi də istifadə edə bilərsiniz təbii ki. Çox geniş və rahat. İndi isə dəyərli müştərilər, sizi gözəl zalımızla təqdim edəcəm. Zalımız geniş, rahat, tam hazır bir vəziyyətdə, konkret olaraq. Tavanımız mərmər üslubunda aboylarımız və birinci mərtəbədə mətbəx hissəmiz. Can rahatlığı. Bundan artıq nə istəyirsən? 3.30 geniş. Dəyərli izləyicilərim, indi isə ikinci mərtəbədəyik. İkinci mərtəbə tam olaraq hündürlük 2.80, yer monolit beton, 2.85 üzr istəyirəm. Yer monolit beton. Eyvanımıza çıxış var. Garaj və orada olan otağın üzəri orada monolit betondur. Tavan şadlıq sarayı tam storun yanından 100 metr içəridə. İkinci mərtəbəmizin zalıdır, düzdür, tam təmir deyil. Sadəcə olaraq yerin və aboylar qalır. Yerin laminatı və aboylar qalır. Burada isə sizə təqdim edəcəm bir yataq otağı. Möhtəşəm. İkinci yataq otağını təqdim edirəm sizə dəyərli müştərilərimiz. Bura uşaq yataq otağında edə bilərsiniz təbii ki. İkinci yataq otağımız. Pəncərələr hamısı öz həyətinə baxır dəyərli müştərilərim. İkinci mərtəbədə hamam sanuzelimiz təmirsizdir, düzdür. Hal-hazırda tam təmir olunmuyor. Bu hissəni mətbəx nəzərdə tutmuşuq. Mətbəx kimi nəzərdə tutmuşuq. İstəyənlər studiya, zal kimi burada mətbəx düzəldə bilərlər. Təmirə ehtiyacı var. Üçüncü otağımız isə burada düzdür, təmirsizdir, qalıb laminatı, bir də aboyu. Bütün divarlar, yəni çöl divarlar iki daşdır, o sözsüz. Amma bizdə hal-hazırda olan evdə isə, yəni ara kəsmə divarlarında hamısı iki daşdır. Təbii ki, şərtdir. Və birinci mərtəbədə, ikinci mərtəbədə, üçüncü mərtəbədə hamısı kolonla gəlir. Bildiyimiz kolonla və monolit betondur. İndi isə sizi 3-cü mərtəbə mansarla tanış edir.
hansılarımız təmirsizdir. Təbii ki, alan şəxslər buranı tam olaraq təmir edib özləri üçün klientasına qədər qoya bilərlər. Dəyərli müştəriləri, qiymət 230.000 manat. Start qiymətimizdir. İstəyənlər səhifədə nömrəmiz var, əlaqə saxlaya bilərlər və bu evə sahib olmaq üçün biz sizə köməklik göstərə bilərik. Hamıya təşəkkürlər.